Şamaxı rayon mərkəzi xəstəxanasında beyin ölümü və böyrək transplantasiyası müasir baxış mövzusunda elmi simpozium keçirilib. Konstitusiya və suverenlik ili çərçivəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Təbib, Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiasiyası və Şamaxı rayon mərkəzi xəstəxanasının birgə təşkilatçılığı ilə Şamaxı rayonunda elmi simpozium baş tutub. Simpoziumda təbibin tabeliyində fəaliyyət göstərən 15-ə yaxın tibb müəssisəsindən nefroloq, uroloq, transplantoloq, cərrah, anestezioloq və reanimatoloq həkimlər iştirak ediblər. Şamaxı rayon mərkəzi xəstəxanasının direktoru Natiq Əliyev ölkəmizdə transplantasiya sahəsində aparılan islahatlar, regionlarda ixtisaslaşmış tibbi xidmətlərin inkişafı və bu kimi elmi platformaların səhiyyə sisteminə verdiyi töhfələr diqqətə çatdırılıb. Şamaxıda keçirilən beyin ölümü və böyrək transplantasiyasına müasir yanaşma elmi simpoziumu regionlarda elmin inkişafına, səhiyyənin sürətli inkişafına olan bir real nümunələrindən biridir. Bu da bizim və təbib rəhbərliyi olaraq bizdə hər zaman möhtərəm cənab prezidentin ölkə səhiyyəsi qarşısında qoyduğu real nümunələrin və bu səhiyyənin inkişafına aparan yolun əsas istiqamətlərindən biridir. Dövlət Təhlükəsizlik Xidməti Hərbi Tibb Baş İdarəsinin Elmi Təcrübə Mərkəzinin rəisi, Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiasiyasının İdarə Heyətinin sədri, tibb elmləri doktoru Rəşad Şolan Azərbaycanda böyrək transplantasiyası sahəsində mövcud təcrübə, əldə olunan nəticələr və gələcək inkişaf perspektivləri barədə ətraflı çıxış edib. Azərbaycanda bu prosesin başlanması hamımızı, həkimləri, insanları artıq qürurlandırır, bir növdə bir ümid işığı gətirir. Bu nə anlama gəlir? İnsanda beyin ölümü baş verərsə, onun orqanları 8 insanı yaşada bilər və ondan götürülən orqanlar ehtiyacı olan 8 insana köçürülə bilər və o insanlar normal həyata dönə bilər. Biz də düşünürəm ki, belə toplantıların olması, maarifləndirici, elmi toplantıların olması çox vacibdir. Simpozium panel sessiyalarla davam edib. Birinci panel sessiya beyin ölümü mövzusuna həsr olunub.